Deməli, Amerika Devlət Departamenti aprel ayının 29-unda, yəni 5 gün öncə, bizim saat fərqi var 4 gün öncə, Azərbaycanla bağlı rəsmi xəbərdarlıq edibdir. Xəbərdarlıq edib ki, Amerika dərhal vətəndaşları Azərbaycandan uzaq dursun, Azərbaycanı tərk eləsin, Azərbaycana tərəf gəlməsin, Azərbaycana səfər yasağı elan edibdir. Yəni vətəndaşlarının Azərbaycana səfər etməməyinə çağırış edibdir. Və həyəcan siqnalını 4 cürə həyəcan siqnalı var. 3-cü səviyyəli çağırış edibdir. 4 çağırış var, həyəcan çağırışı. 3-cü səviyyəlidir. Ağırdır, çox ağırdır. 1-ci səviyyəli normal, 2-ci səviyyəli riskli, 3-cü səviyyəli təhlükəli, 4-cü səviyyəli çox təhlükəli. Yəni 4-cü səviyyə nədir ki, başından bomba yağa-yağa səni çıxardırlar. 4-cü səviyyə o demək, başından bomba yağa-yağa çıxardır. 3-cü dərəcəli çağırış elan edibdir. Amerika vətəndaşları dərhal Azərbaycanı tərk eləsin, Azərbaycana getməsin, Azərbaycana yaxın durmasın. Aha, Ermənistan demirlər ha, Türkmenistan demirlər ha, hətta Türkiyə demirlər ha, Azərbaycan deyirlər. Azərbaycan deyirlər. Amerika nəsə bilməsə bunu deməz. Ehtiyatlı olun.